esan yağacaq, dolu düşəcək, bəzi çaylardan sel keçəcək. İyunun 2-si gündüzdən 4-ü gündüzədək Bakıda və Abşeron yarımadasında eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyunun 2-si axşam şimal və qərb rayonlarından başlayaraq 5-ədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Qısa xəbər, az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Kəlbəcər, Laçın, Füzuli, Beyləqan, Cəbrayıl, Zəngilan, Ağdam, Ağdərə, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Qazax, Tovuz, Samux, Ağstafa, Sayan, İmişli, Sabirabad, Yevlax, Şirvan, Biləsuvar, Göyçay, Ağdaş, Uca, Satlı, Şamaxı, Xaçmaz, Şabran, Siyəzən, Altıağac, Şəkirtqa, Zaqatala, Balakənd, Qusar, Quba, Cəlilabad, Lerik, Yardımlı, Neftçala, Masallı, Lənkəran, Astara, Naxçıvan, Emirdə şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 13,9-20,7 mm təşkil edəcək. Bakıda və Abşeron yarımadasında Daşkəsən, Goranboy, Mingəçevir, Naftalan, Xızı, Qobustan və Hacıqabulda da şimal-qərb küləyi əsəcək. Küləyin sürəti isə 20,8-8,4 mm-dək güclənəcək. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısa müddətli sel və daşqın keçəcəyi ehtimal olunur.